Salam, hər birinizi xoş gördük. Bu günləri biz Dövlət İmtahan Mərkəzinin 20 variantlı test sınaq toplusundan 14-cü sınağın izahını verəcəyik. Gəlin başlayaq birinci sualdan. Uyğunluğu müəyyən edin. Deməli, cədvəl verilib bizə. Qədim Hindistandan bəhs edir. Ashoka və Chandragupta. Biz bilirik ki, bunlar hər ikisi Maurya sülaləsinin nümayəndələri idi. 317-dən 180-ə qədər mövcud olmuşdu Maurya sülaləsi. Deməli, Chandraguptanın hakimiyyəti dövründə deməli Chandragupta Yunan Makedon qüvvələrinə qarşı mübarizə aparmış, hətta Hind sahiləsində əraziləri azad etmişdi. Ashoka da deməli ən qüdrətli nümayəndələrindən biri idi. 33 kitabı qoydurmuşdu, islahatlar keçirmişdi. 3-cü əsrin ikinci yarısında deməli Hindistanı vahid halda birləşdirmişdi. Hətta Budizm dininin himayədarına çevrilmişdi. Gəlin baxaq. Deməli, Chandragupta ilklərə düşür hakimiyyəti dövrü. Amma Ashokanın hakimiyyəti dövrü isə sonrakı dövrlərə düşür. Yəni Chandraguptadan sonrakı dövrlərə düşür. Deməli, 4 aslan heykəlinin hazırlanması eradan əvvəl 3-cü əsrə aiddir. Bu deməli bizdə olur 1-ə Ashokanın hakimiyyəti dövrünə. Daha sonra davam eləyək. Deməli, Hindistanın vahid dövlətdə birləşdirilməsi, təbii ki, bu da Ashokanın dövründədir. Maria sülaləsinin nümayəndəsi olması da deməli biz götürürük Maria sülaləsinin nümayəndəsini hər ikisinə oxşar cəhət. Daha sonra Yunan Makedon işğallarına qarşı mübarizə aparması Chandraguptanın hakimiyyəti dövründədir. Deməli, eradan əvvəl 4-cü yüzilliyin sonlarında hakimiyyətdə olması Chandraguptanın hakimiyyəti dövründədir. Növbəti sualın izahına baxaq. Növbəti sualda bizdə nə deyir? Deyir, qədim Romada 5-ci yüzilliyin ortaları tarixinə aid olan hadisələri müəyyən edin. Pleybeylər ilk dəfə xalq tribunu seçmək hüququ verilir. Eradan əvvəl 5-ci yüzilliyin ortaları yox, əvvəllərində. 12 lövhə qanununun qəbul edilməsi eradan əvvəl 5-ci əsrin ortalarıdır. Deməli, konsulların orduya rəhbərlik etməsi, ümumiyyətlə konsullar patrisilərdən seçilirdi. Xalq yığıncağı tərəfindən bir il müddətinə seçilirdi. Əmin-amanlıq dövründə senatla məsləhətləşməli idi konsul. Konsul orduya rəhbərlik edirdi, bəli. Paşalıq idarə üsulunun mövcud olması. Paşalıq idarə üsulunun mövcud olması eradan əvvəl 753-dən 509-a qədər olan dövrü əhatə eləyir. Ona görə cavabımız A variantıdır. Növbəti sualın izahına keçək. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Göytürk dövləti, Qaraxanlı dövləti və Xəzər dövlətindən söhbət gedir. Deməli, Göytürk dövləti 552-dən 588-ə qədər mövcud olmuşdur. Qaraxanlı dövləti 840-dan deməli 1212-yə qədər mövcud olmuşdur. Xəzər xaqanlığı da 650-dən 630-da deyirik 965-ə qədər mövcud olmuşdur. Baxaq A variantına. Deməli 10-cu yüzilliyin 30-cu illərində İslamı rəsmi din kimi qəbul etmişdi. Bu Qaraxani dövlətinə Satıq Buğra xana aiddir. 42-ci ildə isə paytaxtı köçürmüşdü Qaşqara. Deməli, B variantına baxırıq. Slavyanlarla mübarizənin aparılması 8-9-cu əsrlərdə Xəzər əsayişi dövründə Slavyanlarla mübarizə aparılmışdı. Bu, təbii ki, Xəzər xaqanlığına aid olacaq. Çinin asılı hala salınmasını biz deməli, Göytürk dövlətinə götürəcəyik. Göytürkdə Muğan xaqanı dövründə həm Çinlilər, həm də Xəzərlilər asılı vəziyyətə salınmışdı. Daha sonra Samanilər dövləti ilə mübarizənin aparılması deməli, Samanilər dövlətinə mübarizənin aparılmasını biz Xəzər xaqanlığına götürəcəyik. Deməli, Y variantına baxırıq, hakimiyyətdə olan sülalənin Aşina-Tuş soyundan olması bu hər üçünə oxşar cəhətdir. Növbəti sualın izahına baxaq. Mezolit dövrünün paleolit dövründən fərqli neolit dövrü ilə oxşar cəhətlərini müəyyən edin. Baxaq. Əmək alətlərinin daşdan hazırlanması, yəni hər üçünə aiddir. Mikrolit alətlərdən istifadə edilməsi mezolit dövrünün paleolit dövründən fərqli. Paleolit dövründən fərqlidir. Neolit dövrü oxşar. Artıq mezolitdə yaranmışsa, mezolitdən sonra gələn dövr neolitdir. Yəni mikrolit mezolitdə yaranırsa, neolitdə də olacaq. Ona görə bunu götürə bilirik. İnsanların qəbilə icmasında yaşaması üst paleolitə aiddir. Üst paleolitdən başlayaraq da aiddir. Mezolit dövründən paleolit dövrünə oxşar cəhətdir bu. Əhalinin əkinçilik və maldarlıqla məşğul olması, əkinçilik maldarlığının əsası qoyulur mezolitdə, ondan sonrakı dövrlərdə davam edir. Ona görə də bu da oxşar cəhətdir. Daşların cilalanması, deşilməsi isə neolit dövründən başlayır və ondan sonrakı dövrlərə aiddir. Ona görə cavabımız B variantıdır. Albaniya və Atropatena dövlətləri eradan əvvəl 1-ci əsrin 1-ci yarısı və 30-cu illər tarixinə ümumi cəhət
Deməli, Roma imperatorlarının yürüşlərinə məruz qalması, imperiya dövrü başlamadığı üçün bunu götürmürük. Parfiya dövləti ilə müttəfiq olması Atropatena olmuşdu. Selevkilərin hücumuna Atropatena məruz qalmışdı. Alanların hücumuna hər ikisi məruz qalmışdı. 1-3-cü əsrlərdə, amma alanların böyük yürüşü 72-74-cü illərə aiddir. Roma Respublikası ilə mübarizə aparmışdı. Həmin dövrdə Respublika idi. 6-cı suala baxırıq. 6-cı sual bizdə nə deyir? Deməli, Albaniya dövlətinin hökmdarlarına aid olan xüsusiyyətlərə baxaq. Urner və Asuagendir. Asuagen əlifba ilə Urner xristianlığın dini, rəsmi dini olması ilə tanınır. Baxaq, Urner 4-cü əsrin 40-cı illərində hakimiyyətdə olması. Deməli, 4-cü əsrin 40-cı illərdə hakimiyyətdə olub. Kolt vilayətinin geri qaytarılması, Kolt vilayətinin geri qaytarılması ona demək Urnerə aid deyil. Sasanilərlə birlikdə Romaya qarşı mübarizənin aparılması aiddir. Amit-Dizral döyüşlərində Mehranilər sülaləsinin nümayəndəsi olması Mehranilər 630-dan başlayır. Varaz Qriqor, Cavanşir, Varaz Tridat olmuşdu nümayəndələri. Baxaq Asuagenə. Asuagendə mədəni islahatlar həyata keçirməsi aiddir. Paytaxtın dəyişdirilməsi aid deyil. Yeni Alban ərazisinin yaradılması, bəli, əlifba aiddir. Bizansla ilə müharibənin aparılması aid deyil. Cavabımız D variantıdır. Növbəti sualın izahına keçək. Deməli, Birinci Dünya müharibəsi illərində AXC-nin həyata keçirdiyi dövlət quruculuğu tədbirlərini müəyyən edin. Deməli, Birinci Dünya müharibəsi illərində deyirsə, biz AXC-nin yaranmasını 1918-in 28 mayından götürürük. Birinci Dünya müharibəsi də 1918-in noyabr ayında başa çatıb. May ayından noyabr ayına qədər olan hadisələr məhz bu dövrə təsadüf eləyəcək. Baxaq, Azərbaycan vətəndaşlığı haqqında qanun verilməsi 1919-un avqustundadır, 4-cü hökumət kabinetinə aiddir. Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamənin verilməsi 1919-un iyul ayındadır, 4-cü hökumət kabinetinə aiddir. Üçrəngli dövlət bayrağının qəbul olunması, deməli, 2-ci hökumət kabinetinə aiddir, 1918-ci ilin ayına aiddir. Deməli, bunu götürürük. Taxıl, malqara və digər ərzə məhsullarının ölkədən çıxarılmasının qadağan edilməsi 1918-in iyun ayına aiddir. Bu, 2-ci hökumət kabinetinə Gəncə dövrünə aiddir. Bunu götürmürük. Əlahiddə Azərbaycan korpusunun yaradılması 1918-in 26 iyununda Gəncə dövrünə aiddir. Bunu biz götürürük. Deməli, 3, 5. 8-ci suala baxaq. 8-ci sualda bizdə nə deyir? Aşağı düşək. Girgilçay yaxınlığındakı döyüşə aid olan xüsusiyyətləri müəyyən edin. Girgilçay döyüşü olmuşdu 1810-cu ildə. Qubalı Şeyx Ali xan rəhbərlik edirdi və o rus qoşunlarını məğlub etmiş və 19-cu əsrin ilk rübündə baş vermişdir. Yəni 1800-dən 1825-ə qədər. Bir rübümüz 25 ildir. Növbəti sualın izahına baxaq. 19-cu əsrin 40-cı illərin ikinci yarısında Azərbaycana keçirilmiş islahatlara aiddir. Deməli, 19-cu əsrin 40-cı illərin ikinci əsrində bizə keçmiş islahatlar, inzibati aqrar məsələlərə baxırıq. Deməli, 15 yaşına çatmış kişi cinsinə olan hər bir kəndliyə 5 dəsətin yararlı torpağın verilməsi, bu 1847-ci il əsasnaməsində nəzərdə tutulmuşdu. Deməli, biz bunu aqrar məsələ üçün götürəcəyik. Daha sonra baxaq, Xəzər vilayətinin əmr verilməsi 1846-cı il 14 dekabr qanunu ilədir. Bunu biz inzibatiyə götürürük. Mülkədarların kəndlər üzərində polis məhkəmə hüququnun ləğv edilməsi. Deməli, bu heç birinə aid deyil. 1865-ci ildə kənd cəmiyyətləri haqqında qanununa əsasən bu belə müəyyən olunmuşdu. İrəvan quberniyasının yaradılması 1849-dur. Bu inzibati islahata aiddir. Sabitlər kəndlərinin feodal asılılığına azad edilməsi 1870-ci il kəndlər əsasnaməsinə aiddir. Kəndlər əsasnamələri ilə bağlı YouTube kanalımda geniş məlumat vermişəm. 10-cu suala baxaq. Xərdədə və Dəndəli xanlıqları ümumi cəhətlərini müəyyən edin. Qarabağ və Urmiya xanlığından söhbət gedir. İrəvan xanlığını asılı vəziyyətə salmışlar. Bəli, bir müddət İrəvan xanlığı Qarabağ xanlığı Pərəxan xanlığının dövründə asılı vəziyyətə salınmışdı. Deməli, Quba xanlığına qarşı ittifaqın yaradılması aid deyil. Məhəmməd Həsən xan Qacarla mübarizə həm Urmiya xanlığı, həm də Qarabağ xanlığı deməli
Məhəmməd Həsən xan Qacarla mübarizə aparıb. 19-cu əsrin əvvəllərində daxili müstəqillik saxlanması aiddir. Şəki xanlığı ilə müttəfiqlik aid deyil. Cavabımız 1, 3, 4-dür. Növbəti sualın izahına baxaq. Deməli, Səfəvilər dövlətinin 17-ci yüzilliyin 60-cı illəri, 18-ci yüzilliyin 2-ci 10 illiyə aid tarixi hadisələr bu təbii ki 1667 və 1717-ci ildən söhbət gedir. Rus tacirlərinin imtiyazların verilməsi, bəli, bu aiddir. Rus tacirlərinə deməli 1667-də, 1717-də, 1732 Rəş müqaviləsində, 1735 Gəncə müqaviləsində güzəştlər verilmişdi. Deməli Rusiya ilə ticarət müqaviləsi imzalanması isə 1667-1717-ci il müqavilələrinə aiddir. Cavabımız elə A variantıdır. 1, 4. 12-ci suala baxaq. Qəzvin şəhərinin Səfəvilər dövlətinin paytaxtı olduğu dövrdən Amasya sülh müqaviləsindən sonra Qəzvin Səfəvilər dövlətinin paytaxtı olur ta ki 16-cı əsrin 90-cı illərinə qədər. Azərbaycan vahid dövlətdə birləşməsi prosesinin başa çatması 1551-ci ildə Şəkinin varlığına son qoyulduqdan sonra Azərbaycan vahid halda birləşməsi prosesi başa çatdı. Deməli, bu aid deyil. Niyazabad döyüşündə Osmanlı Krım qüvvələrinin məğlub edilməsi 1583-cü il, elə bu cavabımız B variantıdır. Şah Abbasın Təbriz şəhərini Osmanlı azad etməsi 1603-dür. Həmin dövrdə İsfahan idi paytaxt. Amasya sülh müqaviləsi imzalanması 1555-də Amasyadan sonra köçürülmüşdür. Paytaxt 1-ci Şah Abbasın Xorasanı Şeybanilərin işğalına azad etməsi 1599-dur. Bu da həmin dövrdə İsfahan idi paytaxt. 13-cü suala baxaq. Alman imperiyasına aid olan xüsusiyyətləri müəyyən edin. Alman imperiyası 1871-ci ildə yaradılmışdır. Otto von Bismarck tərəfindən. Şlezvig-Holstein Danimarkada yaradılması 1866-dır. İldırım sürətli müharibə planının hazırlanması, demək, Şlipen planından söhbət gedir. Biz bunu götürəcəyik. Demək, İldırım sürətli planının hazırlanması. İldırım sürətli planının yəni məhv olması, yoxa çıxması həmin Şlipen planı 1914-cü il Marna döyüşündədir. Sadova döyüşündə Avstriyanın məğlub edilməsi 1866-dır. Rusiyanın San-Stefan sülhündən bəhrələnməyə imkan verilməməsi. San-Stefan sülhü 1877-78-ci illər bunu götürürük. Tannenberg döyüşündə Rusların məğlub edilməsi, deməli, bir də 5. Tannenberg döyüşdə 1914-cü ildə baş vermişdi. Deməli, 2, 4, 5 aiddir. 14-cü sualın izahına baxırıq. Azərbaycan SSR-də 20-ci yüzilliyin 20-30-cu illərində həyata keçirilən mədəni tərbiyə. Bax, dövlət quruculuğu tədbirlərdir, mədəni tədbirlərdir. Bunlar bir-birindən fərqləndirmək lazım. Məsələn, bayaqlar birinci düşmüşdü. Birinci Dünya müharibəsi vaxt keçiriləndə. Orada sırf dövlət quruculuğu tədbir həyata keçirildiyi üçün biz kənd təsərrüfatı, mal-qara ilə bağlı olan bir şeyi götürməyəcəyik. Azərbaycan dövlət quruculuğu. Burada isə mədəni tədbirlərdən söhbət gedir ki, mədəni tədbirlərə aid deyil. Deməli, Bakıda Şərqin ilk konservatoriyasının açılması 1921-dir. Savadsızlıqla Mübarizə Komitəsinin yaradılması 1923-dür. Birinci Ümumi İttifaq Türkoloji Qurultayının keçməsi 1926-dır. Bakı Sabunçu elektrik dəmir yolunun çəkilməsi mədəni tədbir deyil. Bu iqtisadi tədbirə aiddir. 1926 SSR Elmlər Akademiyası Azərbaycan filialının təsis edilməsi 1945-ci ilə aiddir. Növbəti 15-ci sualın izahına keçirik. 15-ci yüzilliyin ikinci yarısında Avropada Fransa İngiltərəyə qalib gəlib ərazini azad etdi. Bu, deməli, 1453-cü ildə deməli, yüzillik müharibə başa çatmasından sonra İngiltərə hakimiyyətinin yeni sülalə 1455-1485-ci ildə bunu götürə bilərik. Osmanlıların Zigefər qalasını ələ keçirməsi, bu da 1566-dır, bu 16-cı əsrdir, götürmürük. Aralıq dənizində ticarət üstünlüyünün Venesiyadan Genuya ələ keçməsi, bu 1204-dür, bunu da götürmürük. Deməli, Bizans İmperiyasının varlığına son qoyulması 1453-dür. Bunu da götürürük. Cavabımız 1, 2, 5-dir. Zəngəzur qalasında Süleyman vəfat eləmişdi. Osmanlı sultanı. 16-ya baxırıq. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyəti Tiflis dövrü, Gəncə dövrü. Tiflis dövrü 28 maydan 16 iyuna 1918-ci ildən. Gəncə dövrü 1918-ci ildən 16 iyundan 17 sentyabra qədərdir. Baxaq, Azərbaycan Osmanlı dövləti ilə ilk dəfə diplomatik əlaqələrin yaradılması 1918-in iyun Batum müqaviləsidir. Deməli, biz biri Tiflis dövrünə götürə bilərik. Təbriz şəhərinin konsulluğunun açılması 1920-ci ildədir, aid deyil heç birinə. Naxçıvan general qubernatorun yaradılması 1918-in avqustundadır, 4-cü hökumət kabinetindədir, götürmürük heç birinə. Deməli, Azərbaycan Dövlət Bankının yaradılması 1919-cu ildədir. Deməli, biz onu heç birinə aid eləmirik. Milli ordunun yaradılmasını isə götürürük. Deməli, 1-ə Gəncə dövrünə götürürük. 1-ə A, 2-yə Y.
Cavabımız D variantıdır. Növbəti sualın izahına baxaq. Niştat sülhünün Rusiya üçün nəticələri müəyyən edin. Deməli, Şimal müharibəsi olur 1700-1721-ci illərdə. 21-ci ildən sonra Niştat müqaviləsinin şərtlərinə görə Rusiya Baltik dənizinə çıxış əldə edir və imperiya çevrilir. Rusiyanın ilk imperatoru da birinci Pyotr olur. Cavablara baxdıqda Baltik dənizinə çıxış əldə elədi, imperiyaya çevrilir. Cavabımız B variantıdır. 18-ci suala baxaq. Delhi Sultanlıqda hadisələrin xronoloji ardıcılığı müəyyən edilir. Bilirik ki, Delhi Sultanlıqda bir Məmlüklər sülaləsi olmuşdu, bir də Xələclər sülaləsi olmuşdu. Məmlüklər 1206-dan 1290-a qədər, Xələclər 1296-dan 1316-ya qədər mövcud olmuşdular. Deməli, baxaq, Məmlüklərin nümayəndəsi Qütbəddin Aybək, Eltutmuş, Raziyə Sultan və Qiyasəddin Balaban idi. Xələclərdə də Əlahəddin Xələc, sonuncu sultan isə İbrahim Ludi olmuşdu. Deməli, baxaq, Şəmsəddin Eltutmuş Xarəzmşah Cəlaləddinə sığınacaq verməsi. Biz xronoloji ardıcılıqla gəlsək, birinci Eltutmuş gəlir. Deməli, sonra Xələclərin nümayəndəsi gəlir. Sonra Səlahiddin Əyyubi gəlir. Deməli, bunları ardıcılıqla biz qeyd edə bilərik. Xələclər nümayəndəsi Sultan Ələddinin Monqol hücumunu dəf etməsi ardıcıllıq ilə deməli eyni qaydadadır. 1, 2, 3. Yəni birinci Məmlüklər sülaləsidir. Sonra Xələclər gəlir. Xələclərin nümayəndəsi də Sultan Ələddin Xələc idi. Növbəti sualın izahına baxaq. Deməli, nədir? 19-cu sual. Xronoloji ardıcıllığı tamamlayan bəndləri müəyyən edin. Qarabağ əyalətinin yaradılması, Qarabağ xanlığı 1822-ci ildə ləğv olunur, əyalətə çevrilir. Qarabağ qəzasının yaradılması isə 1840-cı il o Xəzər vilayəti, Gürcüstan Əmiriyyəti vilayətidir. Baxaq A variantına. İrəvan quberniyasının yaradılması 1849-dur. Çar Rusiyasının Şeyx Ruslan müftü vəzifəsinin təsis edilməsi 1829-dur. Şirvan əyalətinin yaradılması 1820-dir. Şirvan Şamaxı ləğv olunurdu. Ondan sonra Almanların Cənubi Qafqaza köçürməsinin başlanması 1817-dir. Şəki xanlığının ləğv edilməsi 1819-dur. Deməli, biz baxaq görək. Deməli, Qarabağ əyalətinin yaradılması 1822-ci il. Daha sonra gəlir 29-cu il. Çar Rusiyasının Şeyx Ruslan müftü vəzifələrinin təsis edilməsi. Daha sonra Qarabağ qəzasının yaradılması 1840-cı ildə o Gürcüstan Əmiriyyəti Xəzər vilayəti. Qarabağ qəzası Xəzər vilayətinə daxil idi. Bunu yaddan çıxartmayın. Deməli, ondan sonra da gələcək bizdə İrəvan quberniyasının yaradılması 1849. Cavab C variantıdır. Növbəti sualın izahına baxaq. Rəşidi xəlifələr dövrünə aid xüsusiyyətləri müəyyən edin. 632-dən 661-ə qədər mövcud olmuşdur. A variantı. Frank dövlətlə mübarizənin aparılması 732 Poitiers döyüşündədir. Ərəbistan yarımadasının tamamilə fəth edilməsi, bəli, bu tamamilə doğrudur. Rəşidi xəlifələr dövründə Ərəbistan yarımadası tamamilə fəth edilir. Fələstin, Suriya, Misir də fəth edilmişdi bax həmin dövrdə. Xəlifə Muaviyə tərəfindən idarə edilməsi bu Əməvilər sülaləsinə aiddir. Alban hökmdarı Cavanşirlə diplomatik əlaqələrin yaradılması Əməvilərə aiddir. Pirin yarımadasında Veskotların məğlub edilməsi 711-ci ildə o Tarikin başçılığı ilə İspaniya qoşunun yeridilməsində söhbət gedir. Növbəti sualın izahına baxaq. Xəritədə fərqləndirilən dövlətlərin 11-ci əsrin 60-cı illərində mücəhət. Deməli, bu 11-ci əsrin 60-cı illər deyirsə, deməli, feodal dövlətlərdən söhbət gedir. Bax, birinci ulduz Xəzər tərəfdəki ulduz, deməli, Şirvanşahlar dövlətidir. Urmiya tərəfdəki, Urmiya gölü tərəfdəki Cənubi Azərbaycanda isə hansılardır? Deməli, Şəddadilərlə Şirvanşahlar şimaldaydı. Sacilər, Salarilər, Rəvvadilər isə cənubdaydı. Baxaq, müstəqil dövlətçiliyin müstəqilinə son qoyulması, deməli, aid deyil. Yəni bizə nə ümumi cəhət istəyir də, bizə oxşar olmalıdır. Axı Şirvanşahlar dövləti 1066-cı ildə asılı olsa da varlığına son qoyulmayıb. Sultan Toğrulun qüvvələri ilə mübarizədə məğlub olması yanlışdır. Böyük Səlcuq dövləti ilə mübarizənin aparılması. Bəli, həqiqətən də həmin dövrdə feodal dövlətlərdən, deməli, Şəddadilər, Rəvvadilər və Şirvanşahlar Səlcuq dövləti ilə mübarizə aparırdı. Eldəniz dövləti ilə müttəfiq olması aid deyil. Gürcü Çar dönüzdən yürüyüşünə məruz qalması aid deyil. 22-ci suala baxaq. Həştəsər döyüşlərinin oxşar cəhəti 829 və 836-cı il döyüşlərindən söhbət gedir. Hər ikisində Xürrəmlər nə etmişdi? Qalib gəlmişdi. Bizə aid olmayan xüsusiyyətləri istəyir. 9-cu əsr 20-ci illərdə baş vermişdir. Biz hər ikisini oxşar cəhət kimi götürə bilməli. Biri 20-ci illərdə baş verir, biri 30-cu illərdə baş verir. Xürrəmlərin qalib gəlməsi bu oxşar cəhəti düzgündür, götürmürük. Xəlifə Möhtəsim qüvvələri tərəfindən məğlub edilməsi aid deyil. Babək ilə ərəb qoşunlarının komandanı Afşin arasında baş verməsi, deməli, bu da aid deyil. Oxşar cəhət istəyir bizdən. 829-da hələ Afşinlə döyüşmürdü. 9-cu əsrin 2-ci rübündə baş verməsi 1-ci rübü 25-ə qədərdir. 2-ci rübü 25-dən 50-yə qədərdir. Deməli,
Elxan hökmdarı, Qazan xan və Cəlar hökmdarı Şeyx Üveysin oxşar xüsusiyyətləri müəyyən edin. Əmir Teymurun hücumlarının qarşısının alınması, həmin dövrdə Əmir Teymur yürüş eləməmişdi. Əmir Teymur 14-cü əsrin 80-ci illərində yürüş eləyib. Şirvanşahlar dövlətinin veziri Şeyx Üveys 1367-ci ildə aiddir. Amma biz oxşar cəhət axtarırıq. Uğurlu islahatların həyata keçməsi, bəli, hər ikisinə aiddir. Dövləti gücləndirməsi, addımlatılması hər ikisinə aiddir. Yeni şəhərin salınması hər ikisinə aid deyil. Xəritədə ərazisi ulduzla fərqləndirilən dövlətlərin 20-ci əsrin 40-cı il tarixinə dair ümumi cəhət. Ulduzla işaretlenmiş ərazilər deməli sağ tərəfdəki Osmanlı dövlətidir, sol tərəfdəki isə Yunanistandır. ABŞ iqtisadi və hərbi yardımların alınması, bəli, Truman və Marshall planlarına əsasən 1947-ci ildə iqtisadi yardım alıblar. Kipr adası uğrunda mübarizə. Kipr məsələsi 60-cı illərdə başlayıb, 74-cü Enoz məsələsi ortaya çıxıb. Sovet təhlükəsinə qarşı tədbirlərin görülməsi, bəli, aiddir. 1-3-dür cavabımız. İqtisadi möcüzələrin baş verməsi, Türkiyədə iqtisadi möcüzələr 80-ci ildə Turgut Özalın dövründədir. 25-ci suala baxarıq. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının həyata keçirdiyi dövlət quruculuğu. Bax, xüsusilə testlərdə dövlət quruculuğu, mədəni quruculuğu. Bax, qəbul imtahanında gedərsiniz, bu suallarla rastlaşarsınız. Mütləq şəkildə bunları bilməlisiniz. Deməli, baxaq, ilk bələdiyyə seçkilərinin keçirilməsi 1999 aiddir. Konstitusiya Məhkəməsinin yaradılması 98 aiddir. Asan Xidmət Mərkəzlərinin yaradılması 2012-də aid deyil, çünki 21-ci əsrdir. Ölüm cəzasının ləğv edilməsi 98-ci ildədir. Konstitusiyanın qəbul edilməsi 95-dir, amma ki bu 90-cı illərin sonlarıdır. Ona görə cavabımız 3-5-dir. Aid olmayanlar. Deməli, növbəti sualın izahına baxaq. 26-cı sual. Xronoloji ardıcıllığı müəyyən edin. Deməli, Şərur rayonunun Ağbulaq və Qızılqaya əraziləri o 2018-ci il günlük əməliyyatıdır bu. Lələtəpə yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi 2016-cı il 4 günlük müharibə vaxtı olub. Qarabağ Dirçəliş Fondunun yaranması 2021-ci ildir. Cavabımız 2-1-3-dür. Növbəti suala baxaq. Heydər Əliyevin birinci prezident dövrü, İlham Əliyevin ikinci prezident dövrü. Qəbulda rastlaşacağımız suallardan biridir. Heydər Əliyevin birinci prezident dövrü 93-98, İlham Əliyevin ikinci prezident dövrü 2008-2013-cü illərdə olmuşdur. A variantına baxaraq, Azərbaycan Respublikasının qoşulmama hərəkatına tam uyğun olduğu 2010-cu ildədir. Deməli, bu İlham Əliyevin ikinci prezidentlik dövrünə aiddir. Konstitusiyaya ilk dəfə əlavə düzəlişləndirilmiş 2002-dir. Bu aid deyil. Baxaq, Bakı Novruz neft kəməri 97-dir. Bu Heydər Əliyevin birinci prezident dövrünə aiddir. Bakı Tiflis Ərzurum qaz kəmərinin çəkilməsi 2007-ci ildir. Bu heç birinə aid deyil. Bakıda Böyük İpək Yolu Beynəlxalq Konfrans Konfransı bu 98-ci ildədir. Bu da Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Deməli, mənbəyə baxarıq, Kraliçə İngilis tacirlərinin maraqlarını hər tərəfli müdafiə edirdi. Həlləci döyüş isə 1680-ci illər, yəni 1588-ci il La-Manş döyüşündən söhbət gedir ki, İngiltərə İspaniyanı məğlub edir, dənizlərdə üstünlüyü ələ alır. Xəritədə göstərsək, 4 cavabımızdır İspaniya ərazisi. Mənbədə bəhs edilən kraliçanın iqtisadi siyasətinin əsas cəhətlərini müəyyən edərək yazın. O, proteksionist siyasət yeridirdi və İngilis mallarının ixracı üçün əlverişli şərait yaradılmasını, məsələ yaradılmasını istəyirdi. 30-cu suala baxaq. Mənbəyə əsasən İngiltərənin rəqib olan dövlətlərlə mübarizə nəticələrini müəyyən edərək yazın. Dəniz və ticarət müstəmləkələri uğrunda mübarizə, İngilis mövqeyi güclənir. İngiltərə Avropanın ən güclü dövlətlərindən birinə çevrilir.